izləyicilərimiz, bugün yeni bir mənzilə sizlərin qarşısındayım. Göründüyü kimi mənzilimiz yerləşir Yeni Yasamalda Əsəd Əhmədov küçəsində, Sağolsun düz yanında, 12 mərtəbəli binanın 9-cu mərtəbəsində 58 kvadrat, bir otaqdan 2 otağa, birinci şıqla düzəldilmiş mənzili sizlərə çəkib təqdim edirəm. Bura bizim gördüyünüz kimi mənzilimizin qonaq otağıdır. Normal ölçüyə malik bizim qonaq otağımız var. Burada qonaq otağının balkona çıxışımız mövcuddur. Buradan da birbaşa əsas yola baxır. Gördüyünüz kimi təzə təmiratçı çox zövqlə təmir olunur. Baxır qapılar, çıxalar, hər bir şey yüksək səviyyədə telestentlə yerləşdirilib nəzərdə tutulmuşdur. Bura gördüyünüz kimi bizim mənzilimizin mətbəx hissəsidir. Bura istifol qranit mərmərdən ibarətdir. Burada da pəncərəsi birbaşa. Yəni gördüyünüz kimi tam boy mətbəx mebeldə yığılıb hazır vəziyyətdə gətirmişdir. Kolumuz laminatdan ibarətdir. Burada da çıl-çırağımız, sohbət, hər bir şey yüksək səviyyədə təmin olunmuşdur. Bura bizim əsas giriş qapı hissəmizdir. Əsas giriş qapı hissəsinə bu şəkildə daxil olur. Bura bizdə istifol qranit mərmərdir. Bura bizdə sanitar qovşağı sanuzelimizdir. Burada da bütün aksesuarlar tam olaraq yerləşdirilib, hazır vəziyyətdə gətirilmişdir. Bura isə bizim mənzilimizin gördüyünüz kimi yataq otağıdır. Yataq otağının pəncərəsi birbaşa birinci şıqladır. Burada tam, belə deyək ki, 4'ün 4'ə 16 kvadrat metrdən ibarətdir. Burada da gördüyünüz kimi bütün aksesuarlar tam şəkildə yerləşdirilmişdir. Əlavə nə sual yaranarsa, səhifədə qeyd olunan nömrələrlə buyurub əlaqə saxlaya bilərsiniz. Mənzilimiz elə bir yer, gözəl yerdə ki, İnşaatçılar metrosuna 2-3 astanovka məsafədə yerləşir. Ətrafında zəngin infrastruktura malik, Bravo Market, Bazar Store bizim marketə bir addımlığındadır. Əlavə məsəl yaranarsa dediyim nömrələrə buyurun müraciət edə bilərsiniz. Mənzilimizin çıxarışı var, dövlət ipotekasından tam yararlıdır. İndi isə sağ olun, yeni bir mənzillə görüşənə qədər.